Əsas mühasibat tənliyi. Bu qaydaya görə şirkətin aktivləri onun öhdəlikləri ilə kapitallarının cəminə bərabər olmalıdır. Yəni şirkətin əlində nə varsa, ya onun borcudur, öhdəlikləridir, ya da sahiblərinin payıdır, yəni kapitaldır. İki tərəf həmişə bərabər olmalıdır. Buna görə də bu hesabatın adına balans deyilir. İndi isə mühasibə otçotunun dili ilə danışaq. Mühasibə otçotunda iki çox vacib söz var: debet və kredit. Debeti həmişə solda, krediti isə sağda yazmaq lazımdır. Aktivlərdə debet artım deməkdir, kredit isə azalma. Gəlirlərdə kredit artım, debet isə azalma deməkdir. Xərclərdə isə debet artım, kredit isə azalma deməkdir. Bunları daha detallı şəkildə analiz edəcəyik. Hər bir əməliyyat ən azı iki yerə yazılır. Biri debetə, biri kreditə. Buna ikili yazılış deyilir. Bu sistem mühasibə otçotunun əsasını təşkil edir. Bu haqda da irəlidə daha detallı məlumat verəcəyik. İndi isə gəlin mənfəət və zərər hesabatının ən vacib hissələrinə, yəni gəlir və xərclərə daha yaxından baxaq. Bir şey yadda saxlayaq. Şirkətin gəliri nə qədər çoxdursa, onun mənfəəti də bir o qədər çox olur. Mənfəət artdıqca şirkətin kapitalı da artır. Yəni gəlir xalis satışlar deməkdir. Bu maddə iqtisadi resursların şirkətə daxil olmasını göstərir. Adətən şirkətin əsas gəlir mənbəyi onun gündəlik satışlarıdır. Yəni müştərilərin şirkətin satdığı malları almasıdır. Amma şirkətlər əsas fəaliyyətlərindən kənar da pul qazana bilirlər. Məsələn, özlərinə məxsus daşınmaz əmlakı kirayə verə bilirlər və ya adətən satmadıqları malları sata bilirlər. Bu əlavə gəlir mənbələrini birləşdirən hesab digər gəlirlər adlanır. Beləliklə, bu mənfəət və zərər hesabatının yuxarı hissəsidir, yəni şirkətin pul qazanma üsuludur. Xalis satışlar ilə digər gəlirlərin cəmi ümumi gəlirə bərabərdir. Ümumi gəlirin altında isə şirkətin xərcləri, yəni iqtisadi resursların çıxışı göstərilir. Şirkət öz satışlarını artırmaq və müştərilərə çatdırdığı malları istehsal etmək üçün müəyyən xərclər çəkməlidir. Və ən çox yayılmış xərc növləri bunlardır. Birinci, satılan malların maye dəyəri. Buna qısaca COGS deyirik. Bunlar şirkətin satdığı malları istehsal etmək üçün çəkdiyi xərclərdir. Məsələn, süd zavodumuz var və bizə nə lazımdır? O yerli istehsalçılardan xam süd almalıdır, sonra onu daşımalıdır, emal etməlidir, qablaşdırmalıdır və yalnız bundan sonra böyük supermarketlərə sata bilməlidir. Süddən pendir istehsal etmək üçün əlavə xərclər çəkilir. Sonradan satılan malların istehsalından birbaşa aid edilən bütün xərclər satılan malların maye dəyəri kimi qeyd olunur. Ümumi gəlirlə satılan malların maye dəyəri arasında fərqə isə ümumi mənfəət deyilir. Bu, şirkətin məhsullarını istehsal etmək və satmaqla bağlı xərcləri çıxdıqdan sonra əldə etdiyi mənfəətdir. İkinci, satış, ümumi və inzibati xərclər. Bu, xərclərin böyük bir kateqoriyasıdır. Süd zavodumuz burada reklam xərclərini, istehsalla birbaşa məşğul olmayan rəhbər heyətin və personalın maaşlarını, mühasibat, ofis və köməkçi personalın xərclərini, ofis kirayəsini, su, işıq pulu, qaz pulu kimi bir sıra kommunal xərcləri qeyd edir. Üçüncü, yönəlmə və amortizasiya. Bunlar maddi və qeyri-maddi aktivlərin istifadə olunmasını əks etdirən iki hesabdır. Depreciation, yəni yönəlmə, fiziki təbiətli aktivlərə, məsələn, binalara, avadanlıqlara aid olur. Amortizasiya isə qeyri-maddi aktivlərə, məsələn, goodwill-ə, lisenziyalara, müəllif hüquqlarına və s. aid olur. Süd şirkətinin sahib olduğu zavodlar hər il bir il yaşlanır, qocalar. Buna görə də onların dəyəri azalır. Bu azalmanı qeyd etmək üçün şirkət köhnəlmə xərci qeyd etməlidir. Dördüncü, faiz xərcləri. Bunlar şirkətin maliyyələşmə almaq üçün çəkdiyi xərclərdir. Adətən şirkətlər bank krediti götürür və borc aldıqda məbləğə görə faiz xərclərini ödəyirlər. Nümunəmizdəki süd şirkəti yeni süd emalı sistemi alarkən bank kreditinə müraciət etməli olmuşdu ki, bank 6% dərəcəsi ilə lazımi vəsaiti verməyə razı olmuşdu. Şirkət hər il hələ də borclu olduğu məbləğə görə faiz xərci ödəməlidir. Bu faiz xərci şirkətin mənfəət və zərər hesabatında qeyd olunur. Və nəhayət gəldik vergilərə. Dünyada heç bir insanın qaça bilmədiyi iki şey var. Biri ölüm, biri də vergilərdir. Hər bir şirkət əldə etdiyi verginin əvvəlki mənfəətin miqdarına nisbətdə korporativ vergi ödəyir. Vergidən əvvəlki gəlirin miqdarının ölçüldüyü qaydalar şirkətin fəaliyyət göstərdiyi ölkədən asılı olaraq dəyişə bilər. Bütün xərclər nəzərə alındıqdan sonra biz aşağı xəttə, yəni xalis mənfəətə çatırıq, net income.
Bu gəlirin xərclərdən artıq olan hissəsidir. Bütün xərclər nəzərə alındıqdan sonra müəssisənin gəlirliliyini göstərir. Bunlar mənfəət zərər hesabatında görəcəyimiz tipik maddələrdir.